Sabahınız xeyir olsun YouTube izləyicilərim. Və sizə qədimi bir corabla gəlmişəm. Bu qədimi olduğu üçün mən nənəmin naxışları və nənəmin corabı deyirəm. Amma özüm üçün toxumuşam, saxlayıram. Çox sevdiyim bir naxışdır, bir corabdır. Ona görə mən saxlayıram. Yəni istəyən, öyrənmək istəyən yaza bilər. Bir sözlə deyim, mənim tələbələrim var, hazırlaşdırıram. Hal-hazırda var tələbələrim. İstəyən mənə direktimə yaza bilər və bizim tələbələrimizə qoşula bilər. Hər cür toxuma üçün müraciət edə bilərsiniz. Məni də bəyənib takip etməyi unutmayın. Hər birinizə təşəkkür edirəm. Oruç tutanların orucunu Allah qəbul eləsin. Var olasınız.